Ümumiyyətlə, inkişaf insanı hara aparır? Bax, məsələn, süni intellekt bugünkü gün insanlara necə təsir eləyir? Mənfi və müsbət tərəfləri. Mənə çox maraqlıdır. Sanki bugün insanlar süni intellektdən istifadə edib beyinlərini inkişaf etdirmirlər kimi gəlir mənə. Artıq hər şey əllərinin altında, hazır vəziyyətdə. Keçmişdə sizin dövrünüzdə, elə bizim dövrümüzdə də biz bir yazı yazırdıq, bir sual ətrafında düşünürdük, axtarırdıq, kitabxanalarda araşdırma aparırdıq və nə baş verirdi? Beynimiz inkişaf edirdi. Mən bir misalı da gətirəcəm. Adi avtomobil idarə edəndə keçmiş Sovet avtomobilləri necə idi? Əyləc var idi, qaz var idi, iki ayaq işləyirdi. Bu o deməkdir ki, beynin iki yarım kürəsi işləyir. Eyni zamanda əl də işləyirdi. Doğrumu? Bugünkü gün bir ayaq işləyir. Bu beynin bir yarım kürəsinin işləməyi deməkdir və nəticədə insanın rahatlığı, insanın beyninin inkişafına necə təsir edə bilir? Bax, mənə bu maraqlıdır. Çox maraqlı sualdır. İndi bu yeni avtomobillər, bu Teslalar, bunlar heç ayağı da çalışdırmır. Doğru. Mənim oğlum onlardan birini almış. Elə heç bir şeye toxunmur, heç baxmaya da bilər yola. O öz başına yolu da tapır, idarə olunur, lazım olanda durur. Mən sizin suala cavab olaraq bir misal gətirim. Buyurun. Bu bir əfsanə var, çox qədimi əfsanə. Bir ruhani, bu keşiş. Bunun ismi Yahud Levi. Yahud Levi. Bu bir robot icad edir. Bu süni intellekt kimi bir. Bunun adı da golem olmuş. Bu tarixdə var, golem. Ama bu əfsanə. Nəhəq bir insan yaratmış. Ancaq bunun instruksiyasını verməmiş buna. Və golem başlamış sərbəst hərəkət etməyə və çox dağıntılar yatmış. Bunu kontroldan çıxmış. O zaman o Yahud Levi onu məhv etmiş, dağıtmış. Çünki bu faciə səbəb ola bilirdi. İndi təəssüf olsun ki, bizdə olan bu golemlər, yəni bu, onlar çıxmış kontroldan. Onları məhv etmək olmur, mümkün deyil. Bunlar artıq yaşayır aramızda. Əlbəttə, bunun müsbət tərəfləri çoxdur. Əlbəttə ki, bu işimizi asanlaşdırır və mənfi tərəfləri də əlbəttə ki var.